Salam, hər vaxtınız xeyir. Sizin paltar yan maşını düzəltməyə gəlmişəm. Ne Oo! oldu? Axırıncı remeni nə vaxt dəyişmisən? Heç vaxt. Elə gördün elə. Bax bu normal remendir. Səndə isə kasinka bağlayıb. Yaxşı. Oo! Ne oldu? Bax normal ötürücü belə görünür. Okey, bəs məndəki necə görünür? Bilmirəm, ora hər yerə çıxmamış. Qulaq asın, mən tələsirəm, biraz tezləşdirə bilərsiniz. Oo! Ne oldu indi yenə? Heç nə, prosta belim tutub. Mən sənin vaxtında özüm remont eləyirdim bunları. Mən bacarmıram da, ona görə sizi çağırmışam da, professionala çağırmışam. Oo! Nə, yenə nə deyirsən? Yenə də qəribə bir sözlər deyəsən. Sənin qəlbin xəstədir. Necə? İllərdir ki, bu tənhalıqla sən qəlbini qara eləmsən. Heç kimlə görüşmürsən, danışmırsan. Bütün günü öz otağında oturmursan, telefonda. Bunun üçün paltar yan maşını düzəltməyə ehtiyac yoxdur. Hamısı sənin üzündə yazılır. Siz kimsiniz? Dostum, mən bura sənin paltar yan maşını düzəltməyə gəlməmişəm. Mən bura sənin qəlbini düzəltməyə gəlmişəm. Və insan ürəyi belə olur.